Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Bugün dop dolu bir videoyla qarşınızdayım. Videonun içərisində demək olar ki, hər şey var. İsə istədim ki, Temu alış-verişimlə başladım. Hansı ki, bu planşet üçün almışam. Burada ekranların biri, bilmirəm, 20 manat falandı planşet üçün, amma oradan uyğun qiyməti almışam. Səhv etmirəmsə 10 manata 3 dənə ekran almışam. Yəni Temuda həqiqətən də bu ekranlar telefonum üçün də almışam. Anam üçün telefonda da almışam. Yəni bu ekranlar o qədər uyğun qiymətli, özdə elə yaxşı qorunmalı şəkildə gəlir. Bu isə anam üçün aldığım kabrodur. Bunu da səhv etmirəmsə qiyməti 5 manat idi. Anam bəyənmədi, deyir ki, kişi kabrosuna oxşuyur. Arxa tərəfi yaxşıdır, amma qabaq tərəfi qaradır deyə. Nəsə bəyənmədi. Bunu da çox xoşum gəldi, qəşəng çıxdı. Yəni bu planşet üçündür. Planşet bilirsiniz ki, burada kabrolar da çox bahadır. Ona görə də bu planşet üçün olan da Temudan vurmuşam. Üstü belə məxmər kimidir. Çox qəşəng görsənir. Yəni mat olanda mənim xoşum gəlir. Hüseynli olsa yeni deyəcəkdi ki, nə bilim Ronaldo olsun, Spiderman olsun. Artıq mənim də gözüm yorulur. İstəyirəm ki, sadə olsun. Saletini görsənsin. Ona görə belə bir seçdim. Xoşuma gəldi. Bu isə kosmetika kaşlokudur. Əslində yəni sumkaya nəsə atmaq üçün çox xoşum gəldi. Bunun da qiyməti 3 manat 50 qəpik idi. Amma o qədər yumşaqdır. Həm düşünürəm bunu yumaq olar. Qəşəng üstündə nəsə ləkə olanda, həm də hərəsindən bir dənə məsələn tuş olsun, pomada olsun və yaxud pudra olsun. Atmaq olar içərisinə, sumkaya atmaq çox rahatdır. Hüseyn üçün belə bir at paltarı götürmüşəm 4 ədəd. Çox xoşum gəldi. Üstündə belə astronot kimi belə naxışları var. Bunlardan çox xoşum gəlir. Bunların da qiyməti 8 manat neçə qəpik idi 4 dənəsi. Materialı da çox qəşəng çıxdı, çox xoşum gəldi. Yəni razıyam. Belə rezini filan da çox keyfiyyətlidir. Bu arada videoya baxan hər kəsdən çox xahiş edirəm ki, videonu bəyənəsiniz, videoya rəy yazasınız. Çünki hər bir bəyənmə mənim üçün çox vacibdir. Bir ara həvəsdən düşmüşdüm, az paylaşırdım. İndi daha biraz enerjili hiss eləyirəm özümü. Hər bəyəni biraz daha insanı enerjiyə gətirəcək və mən də gözəl videolar çəkəcəm. Bunu isə qardaşımın uşaqları üçün almışıq, gəlinimiz istəyirdi. Birini səhv etmirəmsə, birini almışam 12 manata. Bir paçkasını, paçkada isə 12 ədəd olur. Çox keyfiyyətli. Həm balaca razmerin balaca uşağı üçün götürmüşdü, həm də bu isə hansı ki ekran qoruyuculardır. Bunları ayrı-ayrı göstərmirəm, kabrolardır. Kabrolar da Hüseynin sinif yoldaşının valideyni üçün vurmuşuq. Çünki bu bilirsiniz Temuda gərək 30 manat ola ki, ondan sonra sifariş verə biləsən minimum. Ona görə də belə olanda birlikdə vururuq ki, heç olmaya vura bilər. Yoxsa məsələn 10 manatlıq bir şey vurmaq istəsən vura bilmirsən. Gərək bir 30 manat ola ki, vurasan. Şeyini gətirməyə gedirəm. Amma elə bir soyuq var ki, Allahım, kutkaları yığışdırmışdıq. İndi kutkaların hamısını təkrar açsa. Qaçdıq. İkimiz ayağımıza. Davay. Hüseyin, yağmurda ıslanmak nasıl bir şey? Nasıl? Çok eğlenceli. Çok eğlenceli. El aç göğe. Elə yox da. Burada biz çox yağışa düşdük. Əslində kurtkaların hamısını yığışdırmışdım loğa-loğa. Elə bir yağış gəldi ki, yəni təkrar kurtkaları götürməyə məcburiyyətində qaldıq. Hətta burada Hüseyin o qədər şalvarı islanıb ki, şalvar əynindən düşürdü. Amma ki, nə etmək olar? Əgər məsəl üçün vəziyyətdən çıxa bilmirsənsə, orada əylənmək lazımdır. O yağışdan zaten biz o yolu gedəcəkdik. Biri var ki, affuf elə gedək. Bir də var o ləzzəti, yağışın ləzzətini çıxartmaq. Burada isə artıq mənim ad günümdür bu günləri. Ona görə də yüngül bir şeylər eləyəcəm. Hansı ki öz yaxınlarım gələcək, bir neçə adamlar gələcək. Ona görə də mən özüm bir dənə keks eləyəcəm, həm də tort eləyəcəm. Həm də yoldaşım burada aşla çığırtma, aşı məndəmləyəcəm. Yoldaşım da çığırtmasını hazırlayır. Yəni belə kiçik hazırlıq eləyirik. Burada gördüm ki, Hüseyin darıxır, kameranı vermişəm ki, ay Hüseyin gəl ətrafa biraz çək. İndi bu Hüseynin çəkdiyidir. Həm yeməyi çəkir, həm də mənə də bir-iki dənə uzaqdan çəkir. Düz arxa faciədir, qabdəsmalı filan, amma yenə də Hüseyin çəkib də yazır. Neynəsin, o qüsurları bilmir ki, çəkmək olmaz. Belə sinə ətindən biz xoşlayırıq çığırtmanı. Adətən sinə ətini eləyirik. Yəni kənd toyuğundan əslində daha həmişə dədə-babadan belə bilmişik ki, kənd toyuğu ilə çığırtma daha yaxşı çıxır. Amma ki, mən kənd toyuğu ilə nədənsə sevə bilmirəm. İt gəlir, ona görə çığırtmanı yeyə bilmirəm. Əvvəllər yeyirdim, amma indi yeyə bilmirəm. İndi ən sevdiyim təkcə sinə əti ilə olan çığırtmadır. Çox ləzzətli olur. Həm də sümük falan da dəymir ağza. Elə aşın üstünə qoyursan, rahatlıqla yeyirsən. Burada damla şokolad da almışam, hansı ki, keksin içərisinə tökməyə. Burada həmişə əslində çox vaxt almışam. Tortun da, keksin də mənim dədə-babadan bir dənə o reseptim var onsuz da. O 2 yumurtadır, hansı ki, 1 stəkan pesokdur, yarım stəkan yağdır, 1 stəkan qatıqdır. Onu həm torta istifadə edirəm. O deyir, həm yastıq, həm toylu. Mənim də o reseptim var. Gəl ki, həmişə yaxşı çıxan. İndi belə keks falan xoşum gəlmədi, daş kimi çıxdı. Burada da əlləşirəm ki, tort bişirim. Yəni ad günün tortunu özüm bişirirəm.
Belə şey heç yeri yoxdur ki, adam ad günün tortunu özü bişirsin. Burada öz-özümə deyirəm ki, nə yaxşı bu Happy Birthday şamları var imiş. Torta əməli başlı video gətirdi. Elə bil bunu həmişə bir dənə korj eləyirdim, ortadan açırdım, içərisinə krem vururdum. Birdən-birə indi arvadlığım tutdu. Dedim ki, o 2 dənə korj eləyəcəm, qəşəng olsun, ortasına krem vuracağam. İnanırsınız, elə bil ki, korjlar çörək kimi qalmışdı, bərk düşmüşdü. Bəzi adamlar dedi ki, qohumlar ki, oman düyüsü nədənsə bərk olur. Ona görə yəni heç vaxt əslində belə yoxlamamışdım, başıma da gəlməmişdi, amma tort bərk çıxdı. Bərk olduğuna görə nə qədər artıq qaldı, hətta xarab oldu falan atıldı. Yəni tort o değildi. Bəli, burada bizim çığırtmamızdır. Çox maraqlı bir çığırtmamız olacaq. Bunu həyat yoldaşım hazırlayıb, çox sağ ol, əllərinə sağlıq. Xoş olsun. Deməli belə. Yerdə aşlarımız var. 2 dənə qazanda astıq ki, yaxşı olsun. İndi çıxaq yuxarı. Yuxarı. Görək yuxarıda nələr var. Yuxarını qadınlar üçün də, indi qızlar üçün hazırlamışıq. Çox sağ ol, Fişka. Bu ləvənci. Ləvənci grill. Aha. Orada bir grill. Pizzalar, orada kitablar. Bu pizzamız, bu pomidor, xiyar salatımız belə. Çox təşəkkür edirəm, çox yaxşı süfrə hazırlamışsınız. Aşağıda da kişilər üçün hazırlamışıq, belə. Ad gündə gəldi, getdi, yaşımın üstünə 1 yaş da gəldi. Bu isə səhərci günüydü. Mən həm həkimə gəlmişəm burada, həm də həkimdən çıxandan sonra bir dənə dedim ki, çay içim qoğalla. Hüseyin də dedi ki, bir dənə dönər yeyək. Bax da. Ümumiyyətlə mən şirin qoğal xoşlayıram, amma belə fransız qoğalını daha çox xoşlayıram. İstəyir Araz market olsun, istəyir ki, başqa arasa geçsəm, birinci axtardığım şey fransız qoğalıdır, şokoladlı olanı. Qəşəng konfit olunmuş balıqlar falan açarıq, baxarıq. Burada da kartoşka və limon, getdik. Tamamın da çantası nə gözəldir. Burada da mənim hədiyəm var, heyecanlıyım, bunu açacağım. Gelip tutabildik. Bu hədiyyəni də xalam qızının ad günü olacaqdı. Onun üçün almışdım. Mən belə sumkaları çox xoşlayıram. Çox rahat olur. Ona görə də düşündüm ki, onun da xoşuna gələr və belə qara rəngini seçdim ki, hər bir şeylə istifadə edə bilsin. Mən çox xoşuma gəldi. Onun da xoşuna gəldi. Allah'ım çok heyecanlıyım. İstediğim namıştım. Allah'ım ad günü hediye. Gerçekten çok güzel bir şey. Eleme de şey. Çırdım. Biz ince. Çok heyecanlıyım. Allah'ım. Allah'ım yarabbim. Böyle burada nece açılacak? Emi gözle bir de gel. Yuka. Bir buradan açılıyor. Ha. Ay. Çok güzel. Çok güzel. Şimdi başıma takalım. Güzel. Belə də panomdakı xəyalım bir gerçəkləşmiş oldu. Xalam qızının yoldaşı mənim ad günümü almışdı. Panoda bilirsiniz ki, naşnik qoymuşdum. Çox xoşum gəldi belə naşniklərdən. Bu naşnikdə çox keyfiyyətli çıxdı. Çox bəyəndim. Yəni tövsiyə edirəm. İndi isə burada kaptit olunmuş hansı ki, sinə əti olsun, balıq olsun, başqa balığın o nahiyələri idi, bildirçin idi. Belə bir şey. Kartoşka da qaynatmışdıq, limon da gətirmişdik. Gəldik, onların hamısını aldıq, götürdük, gəldik. Xalam qızının yoldaşı biz hamısını gəldik xalam oğlu gələ birlikdə yeməyə. Adı nedir bunun? Qatlama. Tuttu mu? Öyle düzüne de hiç qatlama yapışamaz. Qatlama da mı var? Adıdır. Adı qatlama. Çok güzel, iyi gəlir. Adətən biz hansı ki uşaqlar səhərçi gün dərsə getməyəcək, onda xalam qızı gəlin ailəsi, biz, xalam oğlu gəl hamı birlikdə yığışırıq, bir yerdə otururuq çox vaxt. Və belə və burada bir də sushi sifariş vermişik. Sushini də bəyəndim, dadını çox qəşəng çıxmışdı. Bu arada bayaq mən sizə dedim ki, panodan hansı ki dedim bir xəyalım gerçək oldu, bir deyil. Yəni biri də gerçək oldu. Panodan artıq neçə dənə xəyalım gerçək oldu. Ona görə də tövsiyə edirəm, mütləq siz də gec olmadan pano hazırlayın özünüzə. Burada isə gülürəm, deyirəm ki, toçunu bu süfrə ərəblərin süfrəsinə oxşadı. Hər şeydən biraz çox maraqlı alındı. Bu dəfə də ayrı bir yerdən sınamışdım. Yəni artıq bundan neçənci dəfədir ki, yəni yoxluyuram. Hansı ki rollar çox olanda deyirlər ki, hərəsindən 10 dənədir falan. Yenə də elə bir şey idi. Birindən çox gəlmişdi, hansı ki bu bişmiş olanlarından çox gəlmiş. Ona görə də yenə də sushi tövsiyə eləyə bilməyəcəm. Bundan neçənci dəfədir ki, fikir verirsiniz ki, tövsiyə etmirəm. Hasan ki, lap əla çıxsa onda deyəcəm ki, oradan alın. İndi isə istəyirəm ki, bu videonu burada sonlandırım. Təşəkkür edirəm ki, izlədiniz. Gələn videolarda görüşmək üzrə. Sağ olun, özünüzə yaxşı baxın. Allah'a əmanət olun.